bir tərəfdən Şəbnəm, bir tərəfdən mən reklam eləyə. Havayı reklamdır. Bu işimiz tutarsın. Burada dava açdırmışam. Ayın 12'sindən sonra iş günüdür. İndi ondan sonra haçan xoda düşəcək, haçan çağırış olacaq o adama. Ondan sonra siz də məlumat verəcəm zaman-zaman mətbuata. Siz də görəcəksiniz ki, yəni mən burada o işi açdırmışamsa o işi bağlamalıyam da. Yəni o iş yerinə yetməlidir ki, ondan sonra ona qədər də oruçluq ya Məhərrəm ayı gəlir. Burada nə edəcəm oruçluqda Məhərrəm ayında? Yəni ondan sonra gələcəm. Amma indi hal-hazırda həm toylarım var, həm də qırğın davamız gedir. Burada cinayət işi açdırdığım adamla işimizi yekunlaşdırmalıyıq, onu gözləyirəm. Ayın 12'si burada bayram bitir, ondan sonra özünüz nəticəni... İndi 12'si deyəndə səhifələr paylaşır. 12'si günü yox. Ola bilər 14, ola bilər 15, ola bilər 18, ola bilər 20'si. Amma 12'sindən sonra bunu demək istəyirəm. Yəni o yalan məlumatı dezinformasiya eləməyin də, yəni. Mən sizi çox istəyirəm. Rusiyada Azərbaycan vətəndaşı, onu nə demə, Azərbaycan türmələri dolu xarici vətəndaş deyilmi? Gəlib orada özünü apara bilməyən nə eləməlidirlər? Qulağından tutub çəri basmalıdırlar. Elə qanun yoxdur, savadsızsınız. Adam tabi olmasa, qaçıb getsə, rozqu verilsə, hə, gəlməyə bilər. Gətirə bilməyə bilərlər. Onda da bura gələ bilməyəcək. Belə ola bilər. Amma ki, yox, sən əgər cinayətin sübuta yetirilərsə sənin, mən obrazdan danışıram, ümumi danışıram, hamınız üçün danışıram. Sübuta yetirilərsə, mənim haqqımda yadınızdadır, 22-ci ildən bu yana deyirdiniz ki, filan müğənnidə, o karifey sənətkar, ay səni axtarışa verdirib, ay səni tutturacaq. Nə oldu? Mən gəldim, oğlumun toyunu dilədim. Hər dəfə də söhbətə qayıdıram, yaxşı deyil mənim üçün. Oldu, bitdi, getdi, gördünüz, uddum da gəldim də, yəni ölüm deyil. İndi bəlkə adı nədir? Bəlkə deməyim hələ, çox danışmayayım. Yox, üzrü geri götürdüm, siz qoymadınız da. Mən böyük sənətkarı fikirləşdim ki, udduğum üçün pis oldum açığı insan kimi ki, bu yaşlar. Ona görə siz mənə razı olmadınız, dediniz, niyə üzrüm? Mən ona görə geri götürdüm ki, bunu mənə məcbur elətməyiblər, mən udmuşam. Onun da ki, ağız mənim deyil. İstəmişdim, istəməmiş olum. Kimə sərgi? Da, конечно. С удовольствием. Hə. Mənən toy partlatmışam. Az gözəl olsun da, nə olacaq? Nə olacaq? Mən paxılı adam deyiləm. Mən əməliyyatsız, mən Allah belə yaradıb. Pisəmsə də Allaha şikayət edeyim. Gözələmsə də Allaha təşəkkür edeyim. Allahın əlindədir. Adam var, oradan Allah ebəcər yaradır. Gedir, məsələn, şəkili götürür mənim şəkilimi. Deyir, mənə afət oxşar. Yox, səhifəmə pollu vatın. Təcili 300.000 olmalıyım. Buna da 40 küçük, 400.000, 500.000 kim də olar? 40. Yox, şey eləyin. Cücə-mücələr. Pollu vatın görüm. Kim özdə aktiv izləyicidirsə, həftənin sonunda hədiyyə dağıdacam. Ancaq mənə baxın, ancaq mənim səhifəmə. Efraza da baxmayın. Nədir o gic-gic verilişlər, o zaur yığır o qonaqları, rəngarəng zaur, gic-gic verilişlər. Keşəyin məhəbbəti, lazım deyil sizə. Mənim səhifəmdə yatın. Vəfa 12'sindən sonra özünüz görəcəksiniz, jimjimə düşəcək. Hələ yox, hələ bayramdır. Hələ gəlsin, getsin. Demişdim axı 4'ü gəlib 5'i gedəcək. Hamısını bilirəm. Marşrutların hamısını bilirəm. Öpürəm sizi. İlahə xanım, Canello, bəhbə. Təranə xanım Marcello deyir, öpürəm. Mən də Canello deyirəm. Can, öpürəm. Çox sağ olun. Hədiyyə istəmirəm. Var olun, yenə də var olun. Mən elə, siz mənə hədiyyəsiz. Məni izləyin. Bu verilişlərə baxmayın heç birinə.
Bir dənə o vaxtı Ayzaura tənqid edirdilər. Bəzi aparıcılar özünü elə günə qoydu ki, Zaur şükürlü oldu. Zaur əladır. Gələn kimi Zaurun efirindəyəm. Həmin Zaur. Ayzaur yoxdur, Ayzaur. Bir də ona çıxacağım. Bir də Xoşqədəm xanıma, vəssalam. Xoşqədəm xanıma da çoxdan bir ətir söz vermişəm, indi yadıma düşdü. Yaddaşsızam. Qəşəng ətir gətirib gələcəm Xoşqədəm xanım. Öpürəm sizi. Siz doğrudan da sizin kimi aparıcılar efirlərə çox lazımdır. İnsanları maarifləndirən. Sizin o bir gözəl sözünüz var idi. Sıçovul. Evli kişilərlə yazan sıçovullar. O qədər gözəl deyirsiniz onu. Trenddir o söz.